Məntiq məsələləri izahına davam edirik. 9-cu suala gəldik uşaqlar. Bir şəhərdən eyni vaxtda 2 minik maşını əks istiqamətdə yola düşdü. Bir dənə şəhər yardım təsəvvür edilir. Bu bir evdir. Bu da ikinci evdir. Yəni, bu nöqtədən əks istiqamətdə 2 maşın yola çıxır. Biri bu tərəfə çıxır, biri bu tərəfə çıxır. Təsəvvür edəyim. Aha. Birinci maşın budur, ikinci maşın budur. Demək, bir maşın saatdə 60 gedir. Bu 60 getsin. Bu da 40 kilometr gedir. Demək, bir maşın saatdə 60 kilometr gedir. Bir maşın da saatdə 40 kilometr gedir. Bu da şəhərdir. Şəhərimiz də burada. Bunlar saatdə neçə kilometr? Bunlar birlikdə saatdə 100 kilometr bir-birindən aralaşırlar da, düz deyil. Yəni, biri bu tərəfə getdiyinə görə, biri də bu tərəfə getdiyinə görə saatdə 100 kilometr bir-birindən aralaşırlar. 3 saatdan sonra, yəni 3 saatdan sonra nə qədər kilometr bir-birindən aralarında məsafə olar? 300 kilometr. Demək, aralarında 300 kilometr olar. Bir də oxuyaq, bir şəhərdən eyni vaxtda 2 maşın əks istiqamətdə yola düşəcək. Təsəvvür edin, biri bu tərəfə yola düşəcək, biri də əks istiqamətdə yola düşəcək. Biri bu tərəfə yola düşəcək, biri də bu tərəfə yola düşəcək. Ona görə də sürətlərini cəmlənəcək. Birlikdə 300 km gedəcəklər. 300 km getdiklərində 3 saat sonra aralarında 300 km olacaq. Doğru cavabımız D variantı oldu.